İlla İslam. İslam'dan ancak adı kalacak. Müslüman, İslam. Kelime-i şehadeti bilmeyen Müslümanlar. Ayıptır onlar. Yani insanlar bizim aramızda bir adam yok. Eğer varsa bu sözü eşitenden sonra inşallah kelime-i şehadeti nedir? Öğrenen hakikaten ayıptır. İnsan hiç kelime-i şehadeti bilmiyor. وَلَا مِنَ الْقُرْآنِ اِلَّا رَسْمُهُ Kur'an'dan da ancak onun xətti qalacaq, rəsmi qalacaq. Heç nə olmaz. Mesaciduhum amira ve hiye harabun minel huda. Məscidləri burada görünüş cəhətdən çox gözəl olar. Amma hidayət cəhətdən bir insanlara hidayət edəsin, bir yol göstərsin, bir ibadat olsun, bərbad vəziyyətdə olur. Görürsən də, məscidlər var ki, nədir? Adam bir istəyir saatlarla tamaşa edəsin, bir gözəllik, memarlıq əsəridir də belə. Onun içində iki nəfər yoxdur namaz qılmaq. Məhrəmidə 5 nəfər tapmaq olur məsciddə məsələn. Namazda 5 nəfər tapmaq olmur. Veya bir qardaş deyir, olmaz bu qədər cəmaat hər gün namaza gəlsin, cəmiyə olmaz. Ancaq gələ məhrəmidə biz gələk. Amma Allahın evini biz həmişə nədir, abad eləməliyik öz gəlməyimizlə. Sonra hadisin sonunda deyir, onların fəqihləri, alimləri zamanlarının ən pis alim və fəqihləri olur. Çünki fitnələri ilə özləri ilə yayılır. Fitnəni ilə nədir? Haman bu zamanının alimləri yayılır. Çünki dini təhrif edirlər, ağzına gələni danışarlar. Ona görə bu günlər əziz qardaşlar, bu mənbərlər ki, istər sosial mənbərlər, istər məsciddə, həqiqətən də öz yerində olmayan insanlar, şəriətdən danışıb, şəriəti bilməyənlər, Quran ayəsini ağzına alıb, Quran ayəsini səhv oxuyub və səhv insanlara çatdıran insanlar, bədbəxt insanlardır. Bunlar bu yerin məsuliyyətini başa düşməyən insanlardır. Bunlar bu yerə vəzifə kimi baxan insanlardır. Din xadim olmalıq, etiqad və əqidədir, vəzifə deyil. Əzizlər, İmam Hüseyin Aleyhisselatü Vesselam'ın məktəbi baxın bu gözəllikləri bizə öyrədir. İmam Hüseynin islahatının əsasında nədir? Mərifət, elm və ayıqlığın zəruriliyi İmam Hüseynin sözlərində açıq-aşkar görünür. Biz bu islahatı görməliyik, nəzərdən keçirməliyik və əziz qardaşlar özümüzü Hüseyinlə islah eləməliyik. Mərifət cəhətdən, elm cəhətdən, ayıq olmaq cəhətdən. Bu, bizim bu günümüzdə ən çox ehtiyac duyduğumuz həyati bir məsələdir. Vallah həyati bir məsələdir. İnsanın əqidəsi yoxdursa, insan ölü kimidir. İnsan dini, həqiqəti, doğru, düzgün istiqamat götürməyən bir insan yaşasa da o ölüdür. Amma elə əziz qardaşlar, bayaq söhbətimin əvvəlində dedim, heç bir fəsli hər yerdə eyni zamanda hiss eləmək olmur. Belədir. Gözəl bir dənə sözdür də. Burada yaydısa, başqa yerdə payızdır, başqa yerdə elə yer var, qışdır. Bütün yer kürəsinin, bütün insanları Peyğəmbər zamanlar salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Tamam zaman ağanın zuhurunun tezləşməsi için uzalı bir salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Şəhidlərimizin ruhları şad olsun. Burada olan qardaşların, bacıların, dünyadan köçüb gedənlərin ruhları şad olsun. Onların da ruhlarına salavat etsin. Allahümme salli ala Muhammed ve ali Muhammed. İmam Zaman ağanın Peyğəmbər və Ali Peyğəmbər uzalı bir salavat edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Salavat Muhammed ve Ali Muhammed'e. Allahümme salli ala Muhammed ve ali Muhammed. Şeytan məlunun məclisimizdən uzaq olması üçün Peyğəmbər zamanında bir salavat etsin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah bizləri dünya və axirət İmam Hüseyin Aleyhisselatü Vesselam'dan halissə olmasın inşallah. Bu niyyətə də Peyğəmbər zamanına bir salavat ehsan ediyoruz.
söhbət əsnasında bu məsələlər ki, İmam Hüseyin Aleyhisselatü Vesselamın islahatı barədə dedim, İmam Hüseyin Aleyhisselatü Vesselamın aparmaq istədiyi islahat barədə dedim. Bütün bunları İmam Hüseyin Aleyhisselatü Vesselam öz qanının bahasına elədi. Bütün bunları, bu hədəflərə İmam Hüseyin Aleyhisselatü Vesselam öz balalarının şəhadəti, öz əzizlərini Allah yolunda qurban verməklə və öz əhli əyalının əsirliyi ilə əldə edir. İmam Hüseyin Aleyhisselatü Vesselam o zaman ki qəti şəkildə bilindi ki, artıq İmam Hüseyin Mədinəni tərk eləməlidir. İmam Hüseyin Aleyhisselam o zaman gəldi Peyğəmbər sallallahu aleyhi və səlləmin qəbrini ziyarət elədi. Birinci ziyarətində Peyğəmbər sallallahu aleyhi və səlləmə bu ümmətdən şikayət elədi. Haman günü namaz qıldı Peyğəmbərin yanında, qısa şəkildə deyirəm, qayıtdı. Sonradan Mədinəni ki tərk eləyəcəkdilər, çıxacaqdılar, yenə də gəldi Peyğəmbərlə vidalaşmağa. Gəldi, ya Rasulallah, bilirsən də mən kimim? Mən sənin qızın Zəhranın balasıyım. Bu qövm, bu insanlar elə bir şərait yaradıblar ki, artıq mən burada dayana bilmərəm. Salavat etsin. Allahumma salli ala Muhammad və ali Muhammad. Artıq mənim burada dayanmağım qeyri-mümkündür. Rivayət Peyğəmbər sallallahu aleyhi və səlləmin məzarının yanında Həzrəti Əbi Əbdillah Hüseyin Peyğəmbərə şikayət elədi bu ümmətdən, dedi. Üzünü qoydu Peyğəmbər sallallahu aleyhi və səlləmin mübarək məzarına, ağladı, ağladı, ani bir yuxu apardı İmam Hüseyinə. Yuxu aləmində gördü Resulullah sallallahu aleyhi və səlləm onun yanındadır. Baxır ona. Gəldi Peyğəmbər sallallahu aleyhi və səlləmin qucağına qucaqladı. Ya Resulullah, sənə and verirəm Allaha, mən artıq bu ümmətdən bezmişəm. Elə məni burada da saxla. Qucaqla məni, məzarında saxla. Mən geriyə dönmək istəmirəm. Rivayət deyir, yuxu aləmində Peyğəmbərdən bu yuxunu, bu sözləri İmam Hüseyin özü nəql edir. Deyir, yuxu aləmində Peyğəmbər mənə belə dedi. Deyir, ya Hüseyin, ey Hüseyin, İnnə ləkə dərəcətən indəllah la tənaluha illə bişşəhadə. Hüseyin, sənin Allah yanında belə bir məqamın var, onu şəhid olmadan əldə eləyə bilməyəcəksən. Ona görə Hüseyin, sənin qayıtmağın zəruridir. Sənin bu səfərin zəruridir. Əzizlər, sanki Peyğəmbər sallallahu aleyhi və səlləm İmam Hüseyin aleyhissalatü vesselam'a nə demək istəyirdi? Hüseyin, sənin Allah yanında belə bir məqamın var. O məqamı əldə eləmək üçün gərək sən cavan balağı Əli Əkbəri Allah yolunda qurban verəsən. Gərək gözünün qarşısında onun tikələnmiş cənazəsini görəsən. Sən onu görməsən o məqamı əldə edəməzsən. Sanki Resulullah sallallahu aleyhi və səlləm İmam Hüseynə deyirdi ki, Hüseyin, sənin Allah yanında belə bir məqamın var ki, əgər 6 aylıq körpəvi qucağında qurban verməsən, sənin qucağında Əli Əsqəri oxlamasalar, sən o məqamı əldə edə bilməyəcəksən. Sən öyle qayıtmalısan. Hüseyin, sənin Allah yanında belə bir məqamın var. Əgər sən Zeynəbi o təllin üstündə görməsən, onun harayını, həşirini eşitməsən, sən o məqamı əldə edə bilməyəcəksən. O gün var, gərək sən o günü görəsən ki, Zeynəb qalacaq o təllin üstündə naəlac, baxar sağa, baxar sola, nə qardaş var, nə yaxın var. Deyər Hüseyin, əgər sağsansa bizim heç kimimiz yox. Gəl bizim köməyimiz. Əgər dünyaya vida eləmişsənsə, şəhid olmuşsansa, bizim də, sənin də işimiz qaldı Allah. Hüseyin, sanki Peyğəmbər Hüseynə belə deyirdi, Hüseyin, əgər
sənin başsız cənazən 3 gün, 3 gecə Kərbalanın üstü qumları üstündə qalmasın, sən o məqamı əldə edə bilməyəcəksən. Əla la'nətullah aləl-qavmi zalimin fəsəyə'ləmullezine zalamu eyyəmə qələbin yənqalibun vəl-aqibətu lil-muttəqin. Allah İmam Hüseynin qatillərinə, əhl-i beytə zülm eləyənlərə dünya və axirət lənət eləsin. Amin. Hüseyn'a